Qol işləyirsən, amma qolların hələ də kiçikdir, problem ağırlıqda deyil, problem seçimdədir. Bu da sənə lazım olan 3 hərəkət. Birinci, incline dumbbell curl. Skamyaya uzan, qollar tam aşağı asılsın. 3 set, 10 təkrar. Yavaş en, yuxarıda sıx. İkinci, preacher curl. Dirsək heç tərpənmir, qısa əzələ tam izolyasiya. Dolğunluq buradan gəlir. 3 set, 12 təkrar. Dibdə tam aç, yuxarıda 1 saniyə saxla. Üçüncü, cable curl. Kabel daimi gərginlik yaradır. Tam yay boyunca biceps yükün altında qalır. 3 set, 15 təkrar. Hər hərəkətin yuxarısında 1 saniyə dur və sıx, sonra 3 saniyə yavaş en və qolların böyüsün. Setlər arası 1-2 dəqiqə istirahət et. Bu 3 hərəkəti növbəti idmanına əlavə et.